Assalamualaikum warahmatullahi wabarakatuh. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala Resulillahil emin, habibina ve habibi ilahil alamin. Ebil Kasimi Muhammed. واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. بسم الله الرحمن الرحيم. إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر. صدق الله العلي العظيم. Bugün bilirsiniz ki Allah'ın Resulü'nün yüreğinin bir parçası olan Fatıma-i Zahra salamullahi aleyhanın doğum günüdür, mevlud günüdür, dünyaya geliş günüdür. Hanım Fatıma-i Zahra salamullahi aleyhanın dünyaya geliş gününe münasibətiyle ilk önce hanımları, bacıları, anaları təbrik edirəm ve bizi canlı izleyen herkesi təbrik edirəm. İslam aləmində ən əzəmətli günlərdən biri hesab olunan bir gündür. Biz hər zaman Kövsər surəsini oxuyanda və xatırladanda dərhal Kövsər surəsi deyəndə bizim yadımıza, zehniyyətimizə Fatıma-i Zəhra salamullahi aleyha düşür. Və heç şübhəsiz belədir. Allah Teala Həzreti Resulullah'a müraciət edərək buyurur ki, İnna əteynakel kevser. Biz sənə Kövsəri əta etdik. Biz sənə Kövsər verdik. Kövsər haqqında çox böyük təfsirçilər, alimlər fikirlərin və rəylərin bildirirlər. Amma mən qısa olaraq Kövsərə belə bir məna verərdim. Təbii ki, mən də hardansa, hansısa bir tarixdən, bir hədisdən əsaslanıb onu əldə eləmişəm. Allah belə bir Kövsəri, Quran-ı Kərimdəki Kövsər əta etdiyi sənə ey Allahın Rəsulü, o Kövsəri qadın timsalında yaradıb təzahür etdirir. Təsəvvür edin, Kövsəri Allah bir qadın simasında, bir xanım simasında Allah Peyğəmbərə hədiyyə eləyir. Ona göstərir. Və bu yetərdir ki, qadınlar, xanımlar bu Kövsərlə fəxr eləsinlər. Fəxr etməlidirlər, öyünməlidirlər ki, Allah Resulullah'a bir qız övladı hədiyyə elədi, bəxş elədi, bir ona Kövsər verdi. Bütün qadınlar bununla öyünməlidir, fəxr eləməlidir. Və Kövsəri tanıyandan sonra, qadınlıq mahiyyətini anlayandan sonra qadınlar, xanımlar özlərində qürur və dəyər hiss eləyəcəklər. Qadınlar o zaman özlərinə dəyər verəcəklər. Quran-ı Kərimdə Nisa surəsi, Qadınlar surəsi, əbəs yerə deyil. Allah boş yerə, əbəs yerə Qadınlar surəsini göndərmir. Qadınlara ümumiyyətlə dəyər çox verilir. İslamın, dinin dəyərləri qadına çox böyük önəm verir. Mən demirəm, əstəğfirullah, kişilər məzəmmət olunur, xeyr, belə bir şey yox. Sadəcə bugün qadınların bayramıdır. Qadınlar haqqında bu sözləri və bu tərifləri mütləq şəkildə demək və Allahın Rəsulunun bizə çatdırdığı tövsiyələri insanlara çatdırmaq lazımdır. Ona görə qadınlar bu dəyəri və bu qiyməti hiss eləməlidirlər ki, çünki Allah Teala ən böyük bir varlıq olaraq qadını Peyğəmbərə hədiyyə eləyib. Düzdür, qadınlar həmişə cəmiyyətdə zərif üz kimi, zərif üzvü kimi təqdim olunur, sevilir, seçilir. Yəni xanım deyəndə, qadın deyəndə deyirlər bu zərif
incə nəslin, zərif nəslin nümayəndəsidir. Yəni zərifdir bu xanım. Xanıma kobud rəftar eləmək, qaba rəftar eləmək doğru deyil. Zərif kimi təqdim olunur bütün yazılarda. Amma xanımlar, qadınlar nə qədər də zərif olsalar, bir o qədər də güclüdürlər. Zəif deyillər. Əksinə, bəlkə ən çətin işləri öhdəsinə götürürlər. Yəni, belə deyil, xanım bu günləri ailəyə xidmət eləmək, uşaqlara xidmət etmək, onların bütün xidmətlərində durmaq və eyni zamanda da ağır bir yükün altına girib, bugün artıq görürsünüz ki, bir qadın nə qədər məşəqqət və çətinliklərin içində üzür. Allah göstərməsin, Allah göstərməsin. Bir qadın evdə, bir xanım, bir uşaq böyüyür, ata onu nazla böyüdür, onu izzətlə böyüdür, onu əzəmətlə böyüdür, onu gəlin köçürdür, ər evinə köçürdür, bir müddətdən sonra təqiblərə məruz qalır, döyülür, söyülür, zorakılığa məruz qalır. Halbuki ata onu ürəyinin bir parçası olaraq qiymətləndirirdi. Ata ona bir dənə güldən artıq söz demirdi. Amma başqa bir evə düşəndən sonra, yad bir evə düşəndən sonra istismar olunur xanım. Xanım zorakılığa məruz qalır. Kişinin nə qədər gücü varsa, o qadının üzərinə tətbiq edir və sonda böyük bir ailə travmasına, boşanmaya gətirib çıxardır. Bu da negativ haldır, bu yol verilməzdir. Əgər cəhalət dövründə ərəblər öz qızlarını diri-diri bastırardılarsa, deyərdilər ki, bizə qız lazım deyil. Çünki qız hardasa istismar olunmuş kimi təqdim olunurdu. Qız övladı kimin 4 dənə, 5 dənə qızı olsaydı, deyərdilər ki, bunun övladı yoxdur. Bu qədər vəhşi, cəhalət bir dönəmdə yaşayan ərəb və bəşəriyyət yeni bir 14 əsrdən sonra yeni bir İslam üçün gözəlliklər, bir qurtuluş dövrü gəldi. Allah Teala buyurdu ki, ey Peyğəmbər, bu ərəblər, bu insanlar ki, öz qızlarını diri-diri bastırırlar, onlar qızı ailə üzvü hiss eləmirlər. Onlar deyirlər ki, bunlar bizə lazım deyil, bizə oğul uşağı lazımdır, bizə ər uşağı lazımdır, bizə kişi cinsli lazımdır və sənə elə bir qız verəcəm ki, bütün dünyaya ülcü və nümunə olacaq, etalon olacaq, əxlaqı, elmi, mədəniyyəti, hicabı, bütün gözəlliyi ilə dünyanı fəth eləyəcək, hətta mələklər ona aşiq olacaq. Bilirsiniz, bəşəriyyətin bir zaman susuz, bir zaman mərhəmətsiz, bir zaman məhəbbətə ehtiyacı var idi, teşni idi bu insanlar. Cəmiyyət susuz idi, məhəbbətə ehtiyacı var idi. Mən ailələr tanıyıram, açıq danışım sizinlə, mən ailələr tanıyıram ki, yağ balın içində yaşayırlar. Onlar bütün, belə deyək, məişət problemləri yox, bütün sosial problemlərdən məhrumdular. Amma ailə nəvazişi yoxdur. Kişinin qadına olan münasibəti bəlkə də heç bir dərəcə, 0 dərəcədədir, belə deyək. Amma bütün statusları, belə deyək, var. Yemək, içmək, ev, imtiyaz, bütün nə lazımdır xanıma var. Amma xanımın bir üzünün gülməsi, bir gülüşü, təbəssümü o ailədə yoxdur. Bəzən gülərkən niyə gülürsən deyir. Yəni bu qədər rəhmət və məhəbbətə ehtiyac var idi bəşəriyyətin. Amma o məhəbbəti, o bəşəriyyəti insanlara, o susuzluğu insanlardan alan Allah və Allahın Rəsulu oldu. 14 əsr qeyd etdiyim kimi, bundan öncə bəşəriyyət yeni bir eraya daxil oldu. Yeni bir dünyaya daxil oldu. Bu yeni eranın ən parlaq siması, ən parlaq rəmzi olan Allahın Rəsulu qızı xanım Fatimə Zəhra salamullah əleyhə buyurdu ki, sən mənim ürəyimin bir parçasısan. O günə qədər ərəblərdə belə bir söz yox idi ki, ata övladına desin ki, sən mənim ürəyimin bir parçasısan. Sən mənim gözümün işığısan, sən mənim həyatımın bir parçasısan. Bu sözlər deyilməmişdi. Çünki xalq, millət məhəbbətsiz idi. Xalqın, millətin məhəbbətə ehtiyacı var idi. Bu məhəbbəti gətirən Allah və Allahın Rəsulu oldu. İslam
qadına olan münasibəti kökül surətdə dəyişdi. Daha qadınlar günahkar kimi deyil, zəlalətin, küfrün mənbəyi hesab edilmirdi. Peyğəmbər dövrünə qədər nə qədər cahillik idi, o zaman qadınlar günahın, zəlalətin, bədbəxtçiliyin, küfrün mənbəyi kimi hesab olunurdu. Peyğəmbər ki, saadət dövrünü gətirdi, Allah Teala qadına hüquqlar verdi Quran-ı Kərimdə. Qadın və xanımın gəlişi ilə ən ali bir yüksəliş məqamına çatdı. Qadın Allah yanında çox izzət sahibi oldu. Bəşəriyyət yanında izzət sahibi oldu. Və bunun bariz nümunəsi buydu ki, Peyğəmbər hər zaman eşitmişsiniz, səfərə gedəndə gələrdi Fatiməni ziyarət eləyərdi, Fatiməni öpərdi. Səfərdən də qaydanda Fatiməni öpüb ziyarət eləyərdi. Səfərə gedəndə də qızın ziyarət eləyər, qaydanda da. Bu qədər İslam bu cəhaləti aradan götürdü. Qızı olan məhəbbəti, xanımı olan sevgini aradan götürdü. Bu dəyərləri hər zaman qorumaq lazımdır. Bəzən İslamı ittiham edirlər ki, qadın obrazı gələndə deyirlər ki, yox, İslam qadına imtiyaz vermir. Harada yazılır, mənə göstərin. Hansı kitabda var ki, qadın istismar olunmalıdır? Hansı kitabda, hansı müqəddəs kitabları mənə göstərin ki, qadınlar ayaq altına tapdalanıb zəlil və zillət paltarını geyməlidir. Qadın nüfus sahibidir. Qadın izzət sahibidir. İmam Sadiq Aleyhisselamın bir gözəl hədisi var. İstəyirəm elə xanımlara da buradan bu sözü hədiyyə eləyəm. Bilirsiniz, adətən bəzən bir xanımın, ya bir kişinin, ya bir bəyin, ya uşağın doğum günü olanda ona bir çiçək alırlar, bir ətir alırlar. Nəsə ürəyindən gələn bir şey alıb verirlər ki, ya o bəyin, ya o xanımın, ya uşağın ürəyi sevinsin. İmam Sadiq Aleyhisselam bilirsin nə buyurur? İmam Sadiq buyurur ki, o aldığınız çiçəklər, o aldığınız ətirlər, aldığınız güllər bir zaman solar, bitər. Xanım üçün ən böyük hədiyyə kişinin öz xanımına səni sevirəm deməsidir. Bundan böyük hədiyyə ola bilməz. Öz xanımına səni sevirəm deməsidir. Bundan böyük hədiyyə ola bilməz. Çünki şuuraltı məsələlər var. Hər zaman o xanımın yadında, zehnində qalacaq ki, mənim ömür yoldaşım mənə dedi ki, sən həyatda ən böyük mənim üçün dəyərsən. Mən səni çox sevirəm. Sən mənim ürəyimin, həyatımın, övladlarımın və bəlkə də ailəmin o parçasından birisən. Bəlkə deyərdim, yüksək bir məqamdasan. Mən açıq deyirəm, xanımlar da bizi izləyirlər və qulaq asırlar. Siz də yəqin ki, mənimlə razı ola bilərsiniz. Bəzən bir xoşbəxt bir ailədə, huzur olan bir ailədə bəzən o ailə sistemi dağılır. Allah göstərməsin, xanım dünyasını dəyişəndən sonra bitdi, uşaqlar da paramparça olur. Ola bilər ki, xanım ailədə təməl prinsip olaraq qalsın, Allah heç kimə çətinlik göstərməsin, ölüm göstərməsin. Bu ölüm var, təbii. Amma mən tarixdə də oxumuşam, həyatda da görmüşəm ki, onurğa əgər sistemi dağılırsa, bədən müvazinəti itirsə, ailədə də belədir, o dağılır. Xanım dünyasını dəyişirsə, uşaqlar hərəsi bir tərəfə, ailədə böyük bir travmatik bir problemə gətirib çıxardacaq. Yəni ona görə bunu mən niyə qeyd edirəm? Ailənin qədrini bilmək lazımdır, xanımların qədrini bilmək lazımdır. Xanımlar da eyni zamanda kişilərin qədrini bilməlidir, bəylərin qədrini bilməlidir, ömür yoldaşlarına dəyər verməlidir. Bir evdə nə qədər namaz, ibadət, oruc, dini ayinlər icra olunursa, o ailədə sevgi və məhəbbət yoxdursa, heç vaxt o evdə bərəkət ola bilməz. Mənə bir tarixi fakt gətirin, göstərin ki, bir evdə narahatçılıq, narazılıq, dedikodu, xanım kişini eşitmir, kişi xanımı eşitmir, uşaqlarda böyük bir problemlər yaranır, o evdə huzur olsun. Mənə göstərin, belə bir tarix yoxdur, belə bir reallıq yoxdur. Nə qədər namazın, ibadətin də olmuş olsa, evdə söz-söhbətə səbəb olan faktorlar varsa, o evin bərəkəti itəcək, milyonlar da gəlmiş olsa, o ev dağılacaq. Ona görə Allahın Rəsulü bizə bunu anladır ki, Quranın vasitəsi ilə ki,
Allah Peyğəmbərə bir xanım verdi, qız verdi, övlad verdi ki, o dəyərli olan bir xanım oldu. Amma çox təəssüflər olsun ki, bugünkü dünyada da reallıqdır ki, xanımların hüquqları pozulur. Ləyaqəti alçaldılır. Necə o zamanda diri-diri bastırılırdı qız uşaqları, indi də var. Xanımların ləyaqətləri alçalır. Xanımlar təhqir olunur. Qadın şəxsiyyət kimi deyil, istismar və varlanmaq vasitəsi kimi qəbul edilir. Qadından istifadə edirlər. Qazanc mənbəyi kimi istifadə edirlər. Kişi bəzən evdə oturur, deyir ki, xanımına get qazan, hardan qazanırsansa qazan gətir. Bu gülünc bir yaşayışdır. Bu heyvani bir yaşayışdır. Allahın Rəsulü buyurur ki, cənnət anaların ayağının altındadır. Bu qədər Allahın Rəsulü qadına ehtiram edir ki, cənnət anaların ayağının altındadır. Amma ananın bugün ləyaqəti tapdalanırsa, şəxsiyyəti tapdalanırsa, gecə saat 2-də, 3-də evdən qovulursa, küçələrə atılırsa, hansı ləyaqətdən danışmaq olar, hansı şəxsiyyətdən danışmaq olar? Bugün narkotik halların baş alması, dünyada və cinayətlərin çoxalması, intiharların çoxalması hamısı ailənin dağılmasına gətirib çıxardır. Boşanmalar çox asandır. Ola bilər, hə, boşadım, bitdi, getdi. Amma bir soruşan lazımdır, bir böyük ağsaqqal ortaya düşməlidir ki, oğul ya qızım, niyə boşanırsan? Xanımlar bu günləri çox maraqlıdır, kişilər, bəylər bu gün çox maraqlıdır. Bu gün dərdini atanıya deməyə, böyüyünə deməkdənsə sosial şəbəkələrlə danışırlar. Onlar o ləzzəti, bəlkə də o gücü müəyyən kanalla YouTube-dan alır, Instagram-dan alır, müəyyən sosial şəbəkələrdən alır. Hə, sosial şəbəkədə gördüm ki, bir qadına kişi bir şillə vurdu, qadın gecə şələşüləsini yığışdırdı, belə deyək, lora dildə getdi. Bu mexanizm deyil. Bir qadının ailəsinin dağılması, bir qadının ruhunun parçalanması, bir ailənin məhv olması, cəmiyyətin məhv olması kimi təqdim olunur. Və yaxud eyni zamanda qadınlar, inciməsinlər məndən xanımlar, bəzən adamlar var, uşağın dırnağı üçün belə gəzir. Dünyaya övlad gətirmək üçün gedirlər, indi müasir texnika var da, bilirsiniz, UZI var və digər kompüter sistemləri var. Gedir, yoxlatdırır, deyir, hə, qız uşağıdır. Həmən qız uşağı nə edirəm? Qız uşağı, mən bədbəxt olmuşam, onu da bədbəxt eləyəcəm. Bu anlayışla bəzən qız uşaqları məhv edirdilər. Diri-diri zamanında bastırılan uşaqlarla ana bətnində olan uşaqların öldürülməsi, atılması bu cinayətdir. Sabah o uşaq qiyamət günündə Allah ona can verəcək, deyəcək, niyə məni öldürdün? Bir adamı öldürməyin nə qədər qatilliyin, nə qədər cəza və cinayəti varsa, bir o qədər də ananın bətnində uşaqların abort olunması, atılması, öldürülməsi bu cinayətdir. Ona görə bu mövzu çox böyük mövzudur. Çalışmaq lazımdır ki, ailə dəyərlərini qoruyaq, xanımlarımıza çox böyük ehtiram eləyək. Onlara şiddət göstərmək olmaz. Şiddət göstərərsənsə, Allah da sənin həyatını çətinliyə salacaq. Allah da sənin həyatını ağırlaşdıracaq. Ona görə hər kəs bilməlidir ki, hansı şəxslə ailə qurur, kimlə ailə qurur və kimin qızını alır, kimin qapısını döyür. İmam Sadiq Əleyhisselamın bir fikirlə tamamlamaq istəyirəm. Əgər kişi, bir bəy, kişi xanımına əziyyət verərsə, Allah Taala onun namazını qəbul etməz. Bunu bir daha təkrar eləyirəm. Əgər kişi xanımına əziyyət verərsə, Allah Taala onun namazını qəbul etməz və əməllərinin savabını puç eləyər. Nə qədər ki, savab əməl eləmişdi, puç eləyər və xanımına verdiyi əziyyətə görə cəhənnəmə ilk daxil olan kəs olacaq. Ona görə çalışaq ailəmizə, xanımlarımıza, övladlarımıza, qız uşaqlarımıza xüsusilə təhsil verək, elm öyrədək. Mən sevinirəm bugün Azərbaycan cəmiyyətində bizim qızlarımızın əksəriyyəti Avropada oxuyur, Oksfordda oxuyur, yaxın qonşu dövlətlərdə, Türkiyədə oxuyur və digər ölkələr. Bu normaldır, bu yaxşıdır və bu güclənməlidir bu sistem. Ümumiyyətlə, ən böyük kapital, bunu mən hər zaman deyirəm, bizim ən böyük kapitalımız nədir? O banklara pul yığmaqdansa,
mən nə bilim, gecə-gündüz zəhmət çəkib pul yığırsansa, adamlar var, bəzən pulu yığıram mən çətin günüm üçün. Əgər sənin bugün qızın təhsilsiz qalacaqsa, o pulu sən saxlayıb 3-5 ev alıb kiraya verəcəksənsə, o ev kimə lazımdır? O ev xaraba olacaq axırda, məhv olacaq, xarabazarlığa çevriləcək. Ən böyük kapitalımız övladlarımızdır. Uşaqlarımızın təhsili üçün, qoy getsin bizim övladlarımız xaricdə təhsil alsın, qız uşaqlarımız təhsil alsın, sabah ərə gedəndə o ailənin qədrini biləcək. Bu bir əsr bundan öncə deyil, bizim nənələrimiz belə olub. İndi düzdür, bəziləri ittiham edir mənə ki, bəzən ola bilər desin ki, mənim heç anamın savadı yox idi, 9 uşağı oldu. Mən nə bilim, övlad böyütdü. O dövr gedir, o stereotiplər dəyişilməlidir. O fikirləri biz artıq təkrar etməməliyik. Bütün həyatımızın mənbəyi övladlarımızdır, onların oxuması təhsilidir və sənətidir. Və o zaman Azərbaycanımız, İslam, din, gələcək nəsil inkişaf edəcək. Allahın verirəm cəlalı xatirinə, Allah bizim gələn günlərimizi xeyr eləsin, Allah övladlarımızı sağlam və pak eləsin, Allah bizi ailə yanında, dostlar yanında üzü qara etməsin. Allah ölkəmizi qorusun, Azərbaycanımızı qorusun, ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, yaralılarımıza acil şəfalar versin. Allah Teala evdə, işidə, kimlərin xəstələri varsa, övladı olmayanlar varsa, Allah lütf eləsin inşallah, onlar da sevinsinlər. Allah üç rəngli bayrağımızı, başımızın üstündə dalğanan üç rəngli bayrağımızı dünya bayraqlarının içində uca etsin inşallah. Allah Teala İslamın, məmləkətin, düşmənlərin zəlil eləsin. Bu günləri azad olan xalq kimi Allah Teala bizim hər zaman dünyada alnımızı açıq eləsin. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu səməd, ləm yəlid və ləm yulad və ləm yekullahu kufuven ahad. Peyğəmbər zamanına salavat. Bismillahirrahmanirrahim. Əziz qardaşlar, ikinci xütbəni qısa bir fikirlə Peyğəmbərin, Allahın Rəsulunun hədisi ilə qeyd eləyəcəm. Allahın Rəsulu buyurur ki, qiyamət günündə 3 dəstə Allaha şikayət eləyəcək. 3 dəstə Allaha şikayət eləyər. Qısa deyirəm. Birincisi, məscidun. O məscid ki, orada namaz qılınmır. Qiyamət günündə fərqi yoxdur. Köhnə məscid olsun, təzə məscid olsun. İnsanlar namaz vaxtında və digər vaxtlarda Allahın evindən çox etinasız ötüşüb keçirlər. Hələ mən demirəm, qonşudur, gecə-gündüz orada yaşayır, yaradır, amma məscidə girmir. Allah bədbəxtçilikdir. Amma o insanlar ki, Allahın evini görərkən, onun qapısını açmadan onlar biganə keçirlər. Həmən məscid, Allah evi qiyamət günündə şikayət eləyəcək. Şəxsən, bu mənim özümdə bir adət olub. Mən bir məntəqiyə, bir rayona gedəndə, o kənddə boş olan vaxtlarımda, ya bir rayona getdiyim zaman, şəhərə getdiyim zaman, o şəhərin, o kəndin, rayonun, məntəqənin məscidinə gedirəm, orada 2 rükət hədiyyə namazı qılıram. Əslində deyə bilərsiniz ki, namaz vaxtı deyil, mənim orada nə işim var? Əslində gedin, orada 2 rükət hədiyyə namazı qılın. Çünki qiyamət günündə həmən məscidlər sənə şəhadət verəcək. Ona görə çox önəmli bir məsələdir. Xoş sizin halınıza ki, bax, mən 19 ildir artıq içəri şəhərdəyəm, sizinlə bir yerdəyəm. Düzdür, dünyadan gedən nə qədər insanlar oldu. Allah rəhmət eləsin, qalanlara sizlərə can sağlıq versin. Nə xoş halınıza ki, evinizdən durursunuz, gəlirsiniz Allah evinə və burada namazlarınızı qılıb buradan çıxırsınız. Və bu məscid xüsusilə sizin qiyamət günündə şəfaətinizdə olacaq, sizə şəhadət verəcək və sizin yerinizi sizə göstərəcək, xoş sizin halınıza. İkincisi, alimun beyni cuhal. O alim qiyamət günündə şikayət eləyəcək ki, elm əhlidir, gedib oxuyub, təhsil alıb 5 il, 10 il, 15 il. O alim cəmiyyətin içində ola, nadanların içində ola, heç kim ona yaxınlaşmaya, bir nəfər ondan bir şey soruşmaya. Bundan böyük bədbəxtçilik yoxdur. O alim qiyamət günündə şəhadət verəcək. Ya Rabbim, mən getdim, təhsil aldım, heç kəs məni ilə maraqlanmadı. Mənim yadımdadır, ruhaniləri və yaxud qeyri təhsil alan insanları, yəni digər elm və savad dalıcan gedənləri xalq saxlayırdı, cəmiyyət saxlayırdı. Onun
pulun, parasını ödəyirdilər ki, qoy həmən uşaq, həmən insan gələcəkdə xalqa, millətə xidmət eləsin. Hər hansı bir təhsil, elm, din və yaxud dünyəvi elmlərin ardıcan gedən insanları oxutdurmaq, onlara güc vermək lazımdır ki, o da xalqa, millətə xidmət etsin və alim olub gələndən sonra şəriət məsələlərini də ondan soruşsunlar. Əgər cahillərin içindədirsə, o alim qiyamət günündə şəhid eləyəcək. Üçüncüsü, Allahın kitabı evlərdədir, o qiyamət günündə həmən o müshəf, həmən o kitab şəhadət verəcək. Ey Rəbbim, bir dəfədə məni açıb oxuyan olmadı, toz torpaq bastı mənim üstümü. Adamlar var bəzən, çox təəssüflər olsun, bu reallıqdır. Quranı qoyur arxasına, mən bəzi kabinetlərdə görmüşəm, Quranı qoyur arxa tərəfə, özdə bir şey olanda deyir, and olsun bu Qurana, and olsun. Ancaq Quran ancaq and içmək üçün inandırıcı bir kitaba çevrilir. Bu Quran and olsun, bu pul mənə çatmayacaq, filan kəsə çatacaq. Belə şeylər də var və çox təəssüflər olsun ki, sonda da Quran onun andına görə onu bədbəxt ilgir. Olmaz. Quran-ı Kərim and içmək üçün deyil ki, hələ 3 dəqiqədən bir and içəsən, bu Quran and olsun, mənim bu işdə əlim yoxdur. Xeyr. O istisna hallar var. Quran-ı Kərim açılmalıdır, oxumalıdır. Ola bilər, sual verə bilərsiniz ki, mən ərəbcə bilmirəm, oxuya bilmirəm. Eybi yoxdur. Dəstəmazı alın, Quranın üzünə açdığınız zaman, baxın da salavat verin, dualar eləyin. İnşallah o şəfaətçi olacaq sizə qiyamət günündə. Allahımızdan razı olsun, təşəkkür edirəm hər kəsə, minnətdarlığımı bildirirəm. İnşallah